Azərbaycanda ən kütləvi və ən çox sevilən idman növü olan futbolun zəngin tarixi var. 20-ci əsrdə respublikamızda dünya şöhrətli futbolçular, məşqçilər və hakimlər az olmayıb. Müstəqilliyimizin ilk illərində və keçid dövründə idmanın bu növü baxımsızlıq ucbatından ənənələrini itirməyə başladı. Mövcud stadionların, klubların, habelə uşaq yeniyetmə futbol məktəblərinin maddi-texniki bazalarının zəifliyi əhalinin futbola marağının azalması ilə nəticələndi. Belə bir vəziyyət respublikada futbolun inkişafının bərpası üçün müvafiq tədbirlər görməyi, uşaq yeniyetmə və gənclər arasında işi canlandırmağı, futbol infrastrukturunun inkişafını tələb edirdi. Bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı futbolun inkişafına dair dövlət proqramının çox böyük əhəmiyyəti var idi. Onun əsasında futbol infrastrukturu bərpa edildi, bu növlə məşğul olmaq üçün müvafiq şərait yaradıldı. Köhnə stadionlar bərpa olundu, yeniləri tikildi, məşq şəraiti yaxşılaşdırıldı. Təhsil müəssisələrində müvafiq proqramlar hazırlandı, futbol bölmələri açıldı, məhəllə komandaları arasında kütləvi yarışlar bərpa olundu, ölkənin müxtəlif bölgələrində istedadlı uşaqlar üçün futbol internat məktəbləri yaradıldı. Bu işlər indi də davam etdirilir. Hər il paytaxt və bölgələrdə onlarla uşaq meydançası istifadəyə verilir. Ən əsası budur ki, onlar pulsuz xidmət göstərir. Bu da təbii ki, uşaq futbolunun inkişafına müsbət təsir edir. Dövlət proqramında daha bir mühüm maddə diqqəti cəlb edir. Sənəddə şagird və tələbələrin futbol üzrə çempionatlarının təşkil edilməsi məsələsi xüsusi qeyd olunub. Bununla əlaqədar təhsil müəssisələrində həyata keçirilən tədbirlər yeniyetmə və gənclərin idmanla məşğul olmasına geniş imkanlar açıb, öz növbəsində futbola şagird və tələbələr arasında maraq xeyli artıb. İdmanın bu növünün təbliğini gücləndirmək, perspektivli futbolçuları üzə çıxarmaq məqsədi ilə il ərzində müntəzəm olaraq müxtəlif yaş qrupları üzrə rayon, şəhər və respublika səviyyəli yarışlar keçirilir. Bu tədbirləri məqsədyönlü şəkildə təşkil edən qurumlardan biri Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyidir. Qurumun əsas vəzifəsi belə müəyyənləşdirilib. Ali və orta ixtisas məktəblərinin tələbələri arasında futbolu inkişaf etdirmək, gənclərin asudə vaxtını səmərəli təşkil etmək və beynəlxalq yarışlar ərəfəsində respublikanın tələbələrdən ibarət yığma komandasına namizədləri aşkara çıxarmaq. Bu məqsədlə hər il ali məktəb və orta ixtisas təhsil müəssisələrinin respublika çempionatı təşkil olunur. Oyunlar FIFA-nın mövcud qaydaları əsasında keçirilir və AFFA-nın təsdiq etdiyi hakimlər heyəti tərəfindən idarə olunur. Yarışlarda 40-a qədər komandanın 800-dən artıq tələbə futbolçusu iştirak edir. Sevindirici haldır ki, paytaxtın və iri şəhərlərimizin kollektivləri ilə yanaşı bölgələrin də komandaları çempionat uğrunda mübarizə aparır. Hər il müvafiq turnirlər Bakı, Şirvan, Gəncə və digər şəhərlərdə çoxlu tamaşaçı toplayır. İlk 3 yeri tutan komandalar diplom, kubok, medal və qiymətli hədiyyələrlə təltif olunur. Bundan başqa 5 nominasiya üzrə fərqlənən tələbə futbolçulara xüsusi mükafatlar verilir. Qeyd edilməlidir ki, tələbələr arasında idmanın bu növü ildən ilə daha kütləvi xarakter alır. Federasiyanın prezidenti, Azərbaycan Təhsil Nazirinin müavini, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Firudin Qurbanovun rəhbərliyi ilə mütəxəssislər müvafiq yarış və tədbirlərin təşkilinə böyük diqqət yetirirlər. 2016-2020-ci illər üçün fəaliyyət planı üzrə federasiya çox mühüm bir yeniliyə nail olub. Belə ki, Azərbaycan Tələbə Futbol Federasiyası və Azərbaycan Futbol Federasiyası Assosiasiyasının təşkilatçılığı, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə respublikamızda ilk dəfə olaraq ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında futbol üzrə ölkə çempionatı keçirildi. Xatırladaq ki, indiyə qədər tələbələr arasında yalnız futsal yarışları olurdu. Ölkə çempionatının açılış mərasimi Bayıl Arenada keçirildi. İlk oyunda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə Azərbaycan Tibb Universitetinin komandaları qarşılaşdı. Akademiya futbolçuları rəqibinin qapısından 6 cavabsız top keçirdi. Bu, maraqlı mübarizənin startı idi. Təsnifat mərhələsində 9-u müxtəlif bölgələrdən olmaqla ümumən 29 komanda 6 qrupda çıxış etdi. İlk yekunlara görə hər qrupun 3 ən yaxşı komandası play-off mərhələsinə çıxdı. Əlamətdardır ki, əvvəlki çempionatlardan fərqli olaraq bu dəfə orta ixtisas təhsil müəssisələrinin regionlarda, Şirvan və Gəncədə keçirilən yarışlarında müxtəlif kolleclərin komandaları ali təhsil müəssisələrinin futbolçuları ilə eyni səviyyədə mübarizə apardı, əksər hallarda meydanı qalib kimi tərk etdilər. Məsələn, Şirvan Humanitar və İqtisadiyyat Kollecinin kollektivi qrup mərhələsinin oyunlarını uğurla başa vurub, bir çox mütəxəssisin gözləmədiyi halda növbəti mərhələyə vəsiqə əldə etdi. Komanda 4-1 finalda mübarizəni dayandırsa da tamaşaçıların rəğbətini qazandı. Maraqlıdır ki, turlar bir-birini əvəz etdikcə oyunlara gələn azarkeşlərin sayı çoxalırdı. Ümumilikdə çempionatda 134 oyun keçirildi. Bütün görüşləri AFFA-nın təyin etdiyi hakimlər briqadaları idarə etdilər. Daha bir maraqlı məqam budur ki, play-off mərhələsinə hətta FIFA referiləri cəlb olundular.
Oyunlar olduqca maraqlı mübarizə şəraitində keçdi. Bu çempionatda Respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin 29 komandası iştirak elədi. 20 komanda paytaxt ali məktəb və orta ixtisas məktəblərinin komandaları idi. 9 komandalar isə bölgələrdən idi. Deməli, final oyununa qədər həm bölgələrdə, həm paytaxtda deməli zona yarışları keçirildi və çox fərəhləndirici haldır ki, ali məktəblərlə yanaşı orta ixtisas müəssisələrinin komandaları da iştirak edirdilər və hətta Şirvan Dövlət Kollecinin komandası 4-1 finala çıxmışdı və gərgin mübarizədə deməli məğlubiyyətə uğradı. Amma bu onu göstərir ki, bizdə orta ixtisas məktəblərində də futbola çox böyük diqqət yetirilir. Bu çempionatın keçirilməsində əsas məqsəd dünyada ən kütləvi və populyar idman oyunu olan futbol, deməli idman oyununa tələbələrin cəlb edilməsidir. Eyni zamanda biz çalışırdıq kütləviliyə nail olaq. İlk dəfədir ki, tələbələr arasında çempionatda ən çox komanda iştirak elədi, 29 komanda. Hardasa 700 deməli tələbə idmançıdan çox deməli qatıldı bu yarışlara. Bu yarışlar yüksək səviyyədə keçirildi və bizim həm paytaxtımızda, həm regionlarda müasir tələblərə cavab verən idman qurumlarında, futbol stadionlarında mümkün oldu və bu əlbəttə ki, ölkədə bədən tərbiyəsinə, idmana verilən böyük diqqətin, qayğının nəticəsidir. Ölkə prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev daimi idmana böyük diqqət və qayğı göstərir. Məhz bu qayğının nəticəsidir ki, Azərbaycanda ən müasir tələblərə idman qurğuları deməli istifadəyə verilir. Çempionatda ən böyük hesab Bakı Dövlət Universiteti və Slavyan Universiteti kollektivlərinin oyununda qeydə alındı. Bakı Dövlət Universitetinin tələbələri rəqiblərini 13 dəfə oyuna mərkəzdən başlamağa məcbur etdilər. Yarımfinallar isə xüsusilə gərgin alındı. Bayıl arenada keçirilən yarışlarda əvvəlcə Bakı Dövlət Universiteti, habelə Azərbaycan Memarlıq və İnşaat Universiteti komandaları üz-üzə gəldilər. Heç-heçə nəticələnən maraqlı mübarizənin əlavə vaxtında vurduqları qol sayəsində Bakı Dövlət Universitetinin futbolçuları qalib gəldi. 3-2. Digər görüşdə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tələbələri Texniki Universitetin komandasını 2-0 hesabı ilə məğlub etdi. Nəhayət, yenə də Bayıl arenada son görüşlər keçirildi. Əvvəlcə bürünc medallar uğrunda oyunda Texniki Universitetlə Memarlıq və İnşaat Mühəndisləri Universitetinin komandaları meydana çıxdılar. Gələcəyin memar və inşaatçıları 2-1 hesabı ilə qalib gələrək çempionatı 3-cü yerdə başa vurdu və bürünc medalların sahibi oldular. Final görüşündə isə tribunalarda azarkeşlərin sayı gözlənildiyindən çox idi. Bu da çempionatın favoritləri. Əzəli, əbədi rəqiblər Bakı Dövlət Universiteti ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası kollektivləri arasında həlledici oyunun gərgin keçəcəyindən xəbər verirdi. Xatırladaq ki, ötən il tələbələr arasında futsal üzrə çempionatın finalında da məhz bu iki kollektiv görüşmüşdü. O vaxt akademiya tələbələri qalib gəlmişdilər. Ümumiyyətlə, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının futbolçuları indiyədək keçirilən bütün turnirlərin çempionu olmuşdu. Maraqlıdır ki, prinsipial rəqiblər indiki mövsümün ilk mərhələsində İ qrupunda da qarşılaşmışdılar. Həmin görüş 1-0 İdman Akademiyası tələbələrinin xeyrinə başa çatmışdı. Sözsüz ki, Dövlət Universitetinin futbolçuları məğlubiyyətin əvəzini çıxmağa çalışacaqdı. Bu amil mübarizəyə marağı daha da artırırdı. Yarışın fəxri qonaqları arasında Təhsil Nazirinin müavini, Tələbə Futbol Federasiyasının prezidenti Firudin Qurbanov, AFFA-nın vitse-prezidenti, millət vəkili Rauf Əliyev, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərramov və başqalarını görmək olardı.
Referi Elvin Əsgərov görüşün başlanmağını bildirən kimi tərəflər qarşılıqlı hücumlarla yalnız qələbə uğrunda oynayacaqlarını biruzə verdilər. Tədricən akademiya futbolçuları təşəbbüsə yiyələndi. Onların hücumları daha təhlükəli olurdu. Universitet tələbələri isə oyunu əsasən əks hücumlar üzərində qururdular. Qeyd edək ki, Bakı Dövlət Universitetinin komandası nisbətən təcrübəli sayılan rəqiblərinə layiqincə müqavimət göstərir və get-gedə kəskin hücumlarla diqqəti cəlb edirdi. Hesabı da məhz universitet futbolçuları açdı. Əks hücumların birində komandanın 9 nömrəli oyunçusu Xəlil Piriyev topu qapıçının başı üstündən tora yönəltdi. 1-0. Lakin akademiya komandası buraxılan qoldan sonra ruhdan düşmədi və az sonra hesabı bərabərləşdirməyə müvəffəq oldu. 11 nömrəli futbolçu Üzeyir Sadıqov hesabda tarazlığı bərpa etdi. 1-1. Bundan sonra hər iki komanda ehtiyatla oynadığı üçün hadisələr əsasən meydanın mərkəzində cərəyan edirdi. Hər iki komanda vaxtaşırı hücuma keçməyə nail olsa da onları sona çatdıra bilmirdi. Hiss olunurdu ki, həlləci məqamda futbolçular həyəcan keçirir və bu amil onların oyununa müəyyən təsir göstərir. Nəticədə oyunun ilk yarısında 1-1 hesabı dəyişmədi. Fasilədən sonra komandalar yenə fəallaşdılar. Universitet tələbələri ikinci hissənin əvvəlində irəli çıxa bildi. Komandanın kapitanı Nurəli Əsədov topu qapıdan keçirərək öz azarkeşlərini sevindirdi. 2-1. Oyunun sonuna yaxın akademiya oyunçuları hesabı bərabərləşdirmək üçün aramsız hücumlara başladılar. Lakin əlverişli məqamlarda onların zərbələri ya dəqiq alınmır, ya da rəqib komandanın qapıçısı və müdafiəçiləri yaxşı oynayırdılar. Gərgin mübarizə şəraitində keçən oyunda ara-sıra yaranan fasilələrə görə referi əsas vaxtda əlavə etdiyi 5 dəqiqə ərzində də hesab dəyişmədi. Beləliklə, Bakı Dövlət Universitetinin komandası əzəli rəqiblərinə 2-1 hesabı ilə qalib gələrək ölkə çempionu oldu. İlk dəfə fəxri mükafatı qazanan komandanın, eləcə də onun azarkeşlərinin, universitet rəhbərliyinin sevincinin həddi-hüdudu yox idi. Azərbaycan Tələbə Futbol Federasiyası Assosiasiyası, Azərbaycan Futbol Federasiyası Assosiasiyası, Gənclər İdman Nazirliyi birgə deməli təşkilatçılığı ilə Azərbaycan Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas məktəbləri futbol komandalarının çempionatına bu gün yekun vuruldu. Final oyunda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə Bakı Dövlət Universitetinin komandası deməli qarşılaşdı və çox gərgin mübarizədə Bakı Dövlət Universitetinin komandası 2-1 hesabı ilə qalib gəldi. Əgər xatırlanırsınızsa, keçən il Azərbaycan Tələbə Futbol Federasiyası Assosiasiyasının təşkilatçılığı ilə deməli futsal üzrə deməli çempionat keçirilmişdi və futzalda da finala Bakı Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası və Bakı Dövlət Universitetinin deməli komandası finala çıxmışlar və futzalda deməli İdman Akademiyası qalib gəlmişdi. Amma bu gün görürsünüz ki, Bakı Dövlət Universitetinin komandası bu yarışa çox ciddi deməli hazırlaşmışdı və bugünkü oyun onu deməli göstərdi və onlar bir növ revanş da ala bildilər. Oyun çox maraqlı keçdi, gərgin mübarizədə və ən yaxşı cəhətlərdən biri də odur ki, həm hər iki ali məktəbin tələbələri gəlmişlər tamaşaçı qismində bu oyuna deməli baxmağa və onlar çox aktiv iştirak elədilər. Çox yaxşı hesab edirəm ki, təəssüratlarla bu meydançadan gedəcəklər. Əsas məqsədimiz odur ki, biz idmanımızı təbliğ edək. Bizim gənclərimiz zərərli vərdişlərdən uzaq olsunlar. Bu idman sağlamlıq deməkdir. Ona görə sağlam həyat tərzinin təbliğ olunmasında idman əvəzsizdir və nəzərə alsaq ki, futbol ən kütləvi idman növüdür. Futbol oyununun təbliğ edilməsi bizim əsas prioritetlərdən biridir. Final mərhələsindən sonra mükafatlandırma mərasimi keçirildi. Tələbə Futbol Federasiyası İctimai Birliyinin prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü, Respublika Təhsil Nazirinin müavini Firudin Qurbanov, AFFA İcraiyyə Komitəsinin digər üzvü, Milli Məclisin deputatı Rauf Əliyev, Bakı Dövlət Universitetinin rektoru akademik Abil Məhərramov qaliblərə mükafatları, medalları və kuboku təqdim etdilər. Final oyununda hesaba açan Xəlil Piriyev mübarizəni sonadək davam etdirə bilmədi və zədələnərək meydanı vaxtından əvvəl tərk etməli oldu. Lakin onun vurduğu qol
komandasının qələbəsində çox mühüm rol oynadı. Universitet komandasının mərkəz hücumçusu qələbə təəssüratları barədə söhbət açdı. Komanda yoldaşım Suraj topu atanda sadəcə topa qaçdım. Sadəcə qabağımda qalxdı düşdü. Bir anlıq fikrimə gəldi ki, topu aşırtmalıyım. Qapıçının da qabağa gəldiyini əvvəlcədən gördüm. Aşırtdım. Uşaqların üstümə gəlməyindən bilirdim ki, qoldur. Yəni heç baxmadım da. 2 ildir Universitetin yığma komandasında oynayıram. Keçən il mini futbol finalında İdman komandasını uduzduq, İdman Akademiyasını. Bu il çox əziyyət çəkdik. Yəni məşqlər, yağışda, qarda falan. Yəni əziyyətimizin bəhrəsini gördük deyə bilərəm. Oyunda zədələndim, ona görə oyundan çıxdım. Yəni oynadım, oynamadım fərqi yoxdur da. Əsas komandanın çempionluğudur. Allaha çox şükür ki, bu çempionluğu qazandıq. Yəni bütün Bakı dövlətdə oxuyan tələbəsindən tutmuş ən adi işçisinə kimi onlara həsr edirik. Məşqçimiz də göstəricilərinə uyğun oynadı o maksimum dərəcə. Yəni bilirdik ki, onların pas trafiki bizdən daha çox üstün olacaq. Kontrataklara oynamaq fikrimiz var idi. İstədiyimizə çatdıq, elə qolu orta sahada alıb pasla, ara pasla bir dənə qol vurduq. Beləliklə Bakı Dövlət Universitetinin futbolçuları birinci yer tutdular. Bədən tərbiyəsi və İdman Akademiyasının komandası gümüş, Memarlıq və İnşaat Universitetinin kollektivi isə bürünc medallara yiyələndi. Mütəxəssislərin və futbol veteranlarının rəyləri əsasında ayrı-ayrı nominasiyalar üzrə fərqlənən futbolçulara da mükafatlar verildi. Texniki Universitetin tələbəsi Mahir Məhərrəmov ən yaxşı qapıcı seçildi. Ən yaxşı müdafiəçi nominasiyasında isə Memarlıq və İnşaat Mühəndisləri Universitetinin futbolçusu Sabir Əlişanov qalib elan edildi. Ən yaxşı hücumçu üçün təsis olunan mükafatı isə Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi Nicat Mahmudov layiq görüldü. Turnirin bombardiri Bakı Dövlət Universiteti kollektivinin hücumçusu Hüquq Fakültəsinin 4-cü kurs tələbəsi Nurali Əsədov oldu. O artıq ikinci dəfə tələbələr arasında keçirilən turnirdə iştirak edir. Komandanın kapitanıdır. O, ötən il qazandığı gümüş mükafatı indiki mövsümdə qızıla çevirməyə nail oldu. Oyun bizə çox çətin keçdi. Çünki həm də İdman Universitetindən bu mənim sonuncu universitetdə oyunum idi. Birinci kurs olanda İdman Universitetindən penallaşmada məğlub olmuşduq. Demək olar universiteti qutaran ili bu mənim üçün böyük bir hədiyyə oldu və qalib gəldik. Çox sevincliyəm. Bir kapitan olaraq komanda yoldaşlarımdan qürur duyuram. İkinci qol sadəcə cərimə zərbəsindən qapıya düşməyi fikirləşmişdim. Qapıya düşdüm. Orada qarma-qarşı oldu və top şükür Allah qapıya girdi. Ümumilikdə Bakı Dövlət Universitetinin hər yarışlarda demək olar ki, mən məhsuldar oyunçu oluram. Bu təkcə mənim uğurum deyil, həm də komanda yoldaşlarımın mənə etimadıdır. Həmçinin bu turnirdə də ən məhsuldar oyunçu oldum, 12 qol vurmuşdum. Final oyununa tamaşa edən mütəxəssislər, futbol ictimaiyyətinin nümayəndələrinin rəyinə görə yarış yüksək səviyyədə təşkil olunmuşdu. Yarış meydanları, hakimlik, tamaşaçıların rahatlığı, təhlükəsizlik, tibbi xidmət və digər təşkilati məsələlər uğurla həll olunmuşdu. Təşkilatçılar müvafiq turnirlərin ənənəvi olmasının tərəfdarıdırlar. Ümidvarıq ki, Azərbaycan Tələbə Futbol Federasiyası növbəti mövsümlərdə də tələbələrin iştirakı ilə bir-birindən maraqlı kütləvi yarışlar təşkil edəcək. Bütün bunlar isə son nəticədə yeni istedadları üzə çıxaracaq, eyni zamanda həm milyonların oyunu sayılan futbola tələbələr arasında marağı daha da artıracaq, həm də idmanın bu növünün kütləviliyini təmin edəcək.